Salam, hər vaxtınız xeyirli olsun. Gününüz xoşmənalı keçsin inşallah. Belə bir gözəl, günəşli, xoş bir gündən sizlərin hər birinizi salamlayıram. Allahın salamı hər birinizin üzərinə olsun inşallah. Xeyirli, gözəl günlər arzulayıram. Bu gün çəkilişimi, ilk sabahımı, sizlərlə salamlaşmağımı belə beləcə kiçik bir həyətimlə salamlayıram. Mənim həyətim, orada mənim çiyələklərim var. Yoldaşım bugün evdə olduğu üçün biraz həyətdə iş görəsi olduq. Qumlarımız var idi, biraz qumumuz vardı. Yoldaşım bunların hamısını kisələdi. Evin arxasında balaca bir əl yeri düzəltdi. Orada öz materiallarını, lazımsız bankalarımız falan belə yığmaq üçün qumları yerləşdirib yoldaşım. İndi biraz həyət bacıya əl gəzdirəcəyik. Burada da pamuğumuz var. Sizləri salamlayır o da. Burada da qızıl güllərim var. Çardaq gülü deyirik. Məxməri qəşəng qızıl gül sortudur. Təzə əkmişəm bir evə, təzə köçmüşük. İndi bu il hardasa 3 ildir. Hələ təzə imkanlaşdırıb belə yaşıllıq salmaq istəyirik. Yavaş-yavaş güllərim böyüyür inşallah. Gözəl güllər olar. Burada da calaq xartut əkmişik. Özün indi pöhrəsini verir. Burada da belə gülüm var. Bunu da təzə əkmişəm. Keçən il əkmişəm, indi öz pöhrəsini verib. Kardinziya deyirlər, bilmirəm nə gülüdür. Adını çox da dəqiq bilmirəm, bilənləriniz yazar. Kardinziyadımı, yeddi gözəldimi bilmədim. Ona oxşar nəysə gül almışam, bax belə inşallah açar. Burada da belə bu gözəlliklər var. Bu qızlar Kəlbəcər qozudur. Bizə Kəlbəcərdən qoz gəlmişdi. Yoldaşım da bunu gətirdi, 3 dənəsini əkdi yerə keçən il. Baxın. Qoz da elə dibindədir, görünür. Belə bitib. Laçın qozda əkmişik, Kəlbəcərdən gələn qozda əkmişik. Görək indi inşallah məhsulunu Allah qismət eləyərsə yeyərik. Görərik necə olur, nətər qozdur, sortu necədir. Manələrim. Burada da yapon əzgili. Burada da gilas ağacı balaca əkmişəm. Bu alçadır. Qırmızı alçadandır. Burada da alçadır, qırmızı alçadandır. Amma cücü düşüb qızlar. İndi onun üçün vasitə hazırlayacağım. Dərmanlayam bunu. Şirə basıbdır. Dərmanlayım, görək necə olur. Reyhan keçən il həyətimdən toxumunu tutmuşam. Onu artlayıram ki, belə toxumunu eləmişəm. İçindədir qara-qara, baxın, xırda toxumlardır. Əkirəm, inşallah öz həyətimdən olsun. Bu bərdə sortudur, bu reyhan. Çox gözəl reyhandır. Yəni sizin bu buralarda bildiyiniz reyhandan deyil. Çox gözəldir da, bunun ətri tamam fərqlidir. Keçən il almışdım buradan ştilini də. Yəni o dadı, o ətri biz həmin reyhandan ala bilmədik. Yerini belədik, belə düzəltdik. İndi də toxumumuzu, reyhan toxumumuzu səpirik. Bismillah. Aşağı ilə uçmasın. Küləkdir biraz. Pamuk, sen de kömək eləyirsən? Pamuk da kömək eləyir. Ay, Pamuk. Elə əkdik inşallah. Bir əmin çıxarlar. Yerində suladıq. Hazırdır.
Gördüm vaxt var, dedim həyətdən biraz göy yığım börək eləməyə. Yığdım, indi də təmiz-təmiz yuyuram. Maşallah, gözəl isti var, gözəl gün var, çox şükür. Uzun soyuqların ardından nəhayət ki, havalar isinir Allahın izni ilə. Belə. Əkdiyim, reyhanı əkdiyimiz daha doğrusu yoldaşını. Reyhanı gördüm qarışqa daşıyır, biraz qıraq bucağına dərman çəkdim ki, qarışqa aparmasın. O biri bitkilərdə elə toxumları elə göyərtdim. Bir də burada çuğundurumuz var. O da ağaçlayıb, toxumlayır da. Onun yerini indi təmizləyək. Yoldaşım eləyəcək. Yerinə ştil əkəm. Reyhan ştili, nə bilim, acı biber. Burada da göyərmiş soğanlarımız var. Bunları indi təmizləyirik ki, yaxşılarını işlədək, göyərmişlərini də əkək. Göyərsin, o göyündən istifadə eləyək. Vallahi həyət evinin işi, gücü qutarmır. Maşallah. Allah təki hamının canını sağ eləsin. Elə həmişə iş gücü arxasında olaq. Bu cürə işlərin ardından həyətdə oturub belə gözəl kofe içmək, ailənlə söhbət eləmək heç bir şeylə, yəni əvəz olunası bir şey deyil. Allah ailələrimizin canını sağ eləsin. Həyətdə biz belə döşəyimizi aldıq. Hava xoşdur, keçdik həyətimizdə oturmağa. Daha havalar isindi, biz evə girməliyik. Hava xoş idi, gəldik indi də bu bir həyətimizə. Bura böyük incil ağacıdır. Qara incildəndir, çox gözəl bar gətirir. Maşallah olsun. Burada kişnişlərimizdir. Orada da kişnişdir. Sonra burada lobyalardır. Nar ağacı, yasəmənlərim soldu. Bax, o gün bir həftə bundan qabaq, 10 gün bundan qabaq sizə çəkmişdim. Görürsünüz, indi bax, yox oldular, soldular. Ot basıb həyətimizi, yaşayış olmayanda belədir də. Ot basıb, indi yoldaşım oraqla biçir bunları. Burada şiitlərdir. Ağ çuğundurdur bunlar. Bu isə gördüyünüz bu ıspanaqdır. Ağacımız. Bağa gəlməyimizin əsas məqsədi də o idi ki, hamı bugün evdə idi. Dedik elə əl-ələ verək, həm kətə bişirək, həm də yuxa bişirək. Üzümlərimiz. Da belə otumuz da pişdi. Hazırdır həyətimiz. Yoldaşım pişdi, sağ olsun. Ağaçlarımız da əhənglədi. Anam da ora xiyar əkdi kölgəliyə. Amin. Belə otlar yığdıq ora. Təmizləndi. Qapaca gül kimi oldu, çox şükür. Yoldaşımın əlinə sağlıq. Biraz da əhəng qalıb. İndi qalanı da eləyərik. Göz haqqınızı halal eləyin. Kətəmiz sacdan, yuxamız sacdan çıxa-çıxa hamı elə oradaca yedilər. Bu da axırıncı qalanlarımız idi. Yağladım yeyilməsi üçün.
Belə bir, baxın, aş dəmləmək üçün, qatıq çalmaq üçün belə bir süfrəmi deyim, belə bir şey tikmişəm. Qatıq mayalandırmaq üçün belə rəngdə sifarişim var. Üzü belə güllü, içərisi belə sadə. Gözəl xanımlar, əziz mənim izləyicilərim, əgər mənim əl işlərimi kanalımda görmək istəyirsinizsə, ümumi bir vlog hazırlayaram, əl işlərimdən ibarət. Orada öz gözəl, bacardığım qədər hazırladığım əl işlərimi sizlərlə paylaşaram məmnuniyyətlə. Əgər sizlər də istəsəniz, rəylərdə yazın. Gələn bloklarımda öz əl işlərimi sizlərlə paylaşaram. Artıq sifariş veriblər. Bunu da həm gəlinim üçün tikəcəm, Günel üçün, həm də sifarişimi tikəcəm. Hayvan ölmezsen ki. Şehirde hafif başı bagajsız gecelerdir hiç çıkarmaz. Şahsı doğuyup boştak olacaksın. Cemal şehre geldik. Bizi de takmaları. Bana bak tabiatçı olun. Şehir yapsınız. Şehir yapsınız. Ben buradaki bir şeydi. Parkamızda değil. Yiğit yapsın. Gəldik günümüzün sonuna. Biz Azərbaycan filmlərini çox sevirik. Bu axşam da Əmək və Qızılgül filminə baxa-baxa günün sonuna gəldik. Bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Allah'a əmanət olun. Allah hər birinizi qorusun. Kızım bana. Dağmar hanlar. Ben sana aydındır. Budur sana değilim. Kızımı tapmayınca gözüme görünme. Kızına bana.